Kayıtda açın. Sonra siz axtaran videoya baxa bilərsiniz. Uşaqlar, ilk dərsdən başlayırıq. Yəni, ümumiyyətcə, informatikanın əsas anlayışlarından. İnformatikanın əsas anlayışları. İnformatika deyəndə nə başa düşürük? İnformatika nədir? İnform İnformatika, informasiya və avtomatika sözlərinin birləşməsidir. Misal, çox əla. İnformatika, informasiya və avtomatika sözlərinin birləşməsindən yaranıb. İnformasiya prosesləri, ümumi avtomatlaşdırılması və avtomatlaşdırmada istifadə olunan metod və yolları öyrənəcəyik. Burada nələrdən bəhs edirik? Verilən informasiya və bilik anlayışlarından. Verilən nədir uşaqlar? Verilən dedikdə nə başa düşürük? Hər hansı bir şey ola bilər. Məsələn, sizə verilənlər rəqəm formasında da verə bilər. Məsəl üçün, baxın, bizə yaza bilər 2. Bu bir veriləndir. Məsəl üçün, yaza bilər A hərfi. Bu bir veriləndir. Hər hansı daxil etdiyimiz, baxın, kompüterə daxil etdiyimiz hər hansı bir şey artıq kompüter üçün bir veriləndir. Bəs yaxşı, informasiya nədir? Məsələn, qəzetdən və yaxud radiodan falan eşitdiyimiz informasiyalar. Ümumiyyətlə, bax, sadəcə qəzet, radio, düzdürmü? Artıq informasiya da veriləndi. Yəni, onu biz qəbul edirik də hər hansı bir mənbədən, düzdür? Amma artıq verilənlərin məna kəsb edən hissəsidir. Normal 2A filan nə yazsan yaz bura. Bu bir veriləndir. Amma artıq bunun bir mənası varsa, məna kəsb edirsə, müəyyən bir məna kəsb edirsə, oradan müəyyən bir informasiya ala bilirsə, bu artıq informasiyaya aiddir. Bəs yaxşı, üçüncü adını çəkdiyim bilik nədir uşaqlar? Bilmirəm. İnformasiyadan yeni informasiya əldə etmək, birləşdirib, analiz edib. Ay, sonra informasiyadan yeni bir informasiya alırsan. Nümunə çəkə bilərsən, Rafael? E, İnformasiyadan yeni bir informasiya almaq deyəndə nə başa düşürsən? Məsələn, beyində nə canlanır? e, Məsələn, mən sizə desəm ki, belə bir şey deyim. Bugün ayın sentyabrın 15-idir. Belə deyirəm sizə. Sentyabrın 15-idir. Rafael deyir ki, müəllimə mənə bugün ayın tarixini dedi. Mən hal-hazırda bu günün ayın sentyabrın 15 olduğunu bilirəm. Məsələn, Əli də deyir ki, ilk dərs günümüzdür. Düzdürmü? Artıq baxın, bir informasiyadan, hər hansı bir məlumatdan yeni bir məlumat çıxartdınız. Bir informasiyadan yeni bir informasiya çıxartdınız. İnformasiyada baxın, birlikdə bu da artıq yeni bir informasiya çıxardırıq. Verilənlər 4 cür xarakterizə oluna bilir. Adına, tipinə, qiymətinə və strukturuna görə. Verilənləri 4 tiplə bölürük. Baxın, tipinə görə 4 hissəyə ayıracağıq. Bir hesabi. Verilənlər sənə hesabi formada ola bilər. Məsələn, deyə bilər 4 kiloqram. Bu hesabi formadadır. Məsəl üçün, deyə bilər 100 metrin kubu. Bunlar artıq hesabi formada verilib bizə. İkinci, verilə bilər mətn formasında. Mətn yəni simvollarla, hərflərlə hər hansı bir söz yazar. Məsələn, kitab sözü. Verilən sözünü artıq hərflərlə, simvollar vasitəsilə daxil edir. Üçüncü, məntiqi. Məntiqi hansıdır uşaqlar? Rafael, məntiqi hansıdır? 0 və 1-lər. 0 və kodlar. Baxın, 0 və 1 kodumuz var. 1 doğru deməkdir, 0 yanlış deməkdir. Bəzən ingiliscəsində deyirlər, true, false deyirlər. İnformatika özü uşaqlar 3 bölmədən ibarətdir. İndi hesabı tipləri izah edəcəm, bərabər məsələləri həll edək. İnformatika 3 bölmədən ibarətdir. Hardware, software və brainware. Hardware kompüterin aparat təminatıdır. Kompüterin bütün qurğularını orada öyrənirik. Mərkəzi, periferiya hissələrini, daxil etmə, xaric etmə hissələrini, daxili və xarici yaddaşı, bütün qurğuları. Belə deyim, lori dildə kompüterin bütün dəmir yığınını hardware bölməsində öyrənəcəyik. İkinci gəlir software bölməsi. Software bölməsində biz kompüterin proqram təminatıdır. Adı üstündə kompüterin daxilində olan bütün proqramları. Artıq dəmir yığınını hardware-də öyrənəndən sonra keçəcəyik həmin dəmir yığınının içində olan proqram toplusuna. Bütün proqramları software bölməsində öyrənəcəyik. Brainware isə alqoritmdir. Proqramların yazılışı üçün lazım olan alqoritmlər, blok, sxemlər, şərti işarələr hər birini brainware bölməsində öyrənəcəyik. İnformasiya prosesləri. Rafael, informasiya prosesləri deyəndə nə başa düşürsən? informasiyanın toplanması, ötürülməsi, saxlanılması, emalı. Aysa ardıcılıqla desək, informasiyanın toplanması. İlkin olaraq informasiyanı bir yerdən toplayarsan. Daha sonra informasiyanın saxlanılması.
Daha sonra nə edirik? Həmin informasiyanı emal edirik. Ötürməmişdən əvvəl emal edirik. Və daha sonra ötürülməsi. Deyirik ki, informasiyanın 4 prosesi var. Toplanılması, saxlanılması, emalı və ötürülməsi. Əli qaranlıq bir şey qalmır ki. Xeyr. İndi Əli, narahat olma. Biraz ilk dərsdə qaranlıq qala bilər, biraz çətin gələ bilər. İndi sizə hesabı tipləri verəcəm, bərabər məsələlər işləyəcəyik. İnformasiyanın xassələri. İnformasiyanın hansı xassələrini bilirik? Bir, tamlıq xassəsi. Tamlıq nə deməkdir? İnformasiya tam formada olmalıdır. Adı üstünə tamlıq xassəsidir. İnformasiya nə olmalıdır? Tam formada olmalıdır. Verilənlər informasiyanın miqdarı ilə ölçülür burada. Artıq verilənlər birbaşa informasiyanın miqdarı ilə ölçülür və o miqdar tam formada olmalıdır. İkinci gəlir obyektivlik. Rafael, obyektivlik deyəndə nə başa düşürsən? Yəni şəxsi fikirlərdən asılı olmayan obyektiv şəkildə Ay sağ ol. Subyektiv nədir? Şəxsi fikirdir, düzdürmü? Artıq şəxsi obyektiv fikirlər. subyektivdən fərqli olaraq ümumi kütləvi bir fikrə münasib olmalıdır. Məsələn, mənim öz şəxsi düşüncəm deyil, mənim öz subyektiv düşüncəm deyil. İnformasiya kiminsə şəxsi fikrinin asılı olmamasıdır, subyektiv olmamalıdır, hər kəs üçün qəbul edilən olmalıdır. Etibarlılıq deyənə nə başa düşürsən, Rafael? Etibarlı, yəni sağlam mənbələrdə, etibarlı Ay, nə deməkdir? sağ ol. Etibarlı informasiya etibarlı olmalıdır. Hansısa düzgün qeyd elədin ki, sağlam, yəni düzgün mənbələrdən götürülməlidir. Adekvatlıq nə deməkdir? Cari zamana uyğunluğu informasiyanın. Cari zamana uyğunluq deyəndə aktuallığı nəzərdə tutulur. İnformasiyanın cari zamana uyğunluğu aktuallıqdır. Adekvatlıq nədir bəs? Adekvatlıq da uyğundur. Yəni sən necə? Uyğunluğu Müəyyən informasiya, mən sənə bir sual verirəmsə, uyğun olaraq həmin suala cavab verməlisən, sənə düzdürmü? Uyğunluq deyəndə bunu nəzərdə tutur. Bəs dəqiqlik? informasiya tam detalları ilə tam şəkildə ifadə olunur. Ay, sual dəqiq olmalıdır. İnformasiya vaxtında dəqiq olmalıdır, tam detallarına uyğun olaraq. Daha sonra gəlir uşaqlar, informasiyanın formaları. İki dənə forması var. Bir, rəqəmsal, iki, analoq. Rəqəmsala diskretdir. Biz kəsilən də deyə bilərik. Amma analoq kəsilməz informasiyadır. Məsəl üçün, əli mənə diqqətlə qulaq as, bu sualı sənə verəcəm. Məsələn, deyir ki, kəsilən informasiya, kəsilməz informasiya. Kəsilən rəqəmsaldır, kəsilə bilir. Kəsilməz isə artıq analoqdur, kəsilə bilmir. İndi sən kəsilənə, kəsilməyənə normal günlük həyatımızda nəyi nümunə göstərə bilərsən? Nə bilim. İnformasiya kəsilir, yarıda qalır. Məsələn, belə deyim də, hələ bu dəqiqə sənə dərs keçirəm, düzdürmü? Bu Və kəsilindi yoxsa kəsilməzdi? kəsilməz. Niyə hələ? Bax, rəqəmsaldır, artıq kompüter vasitəsilə keçirəm. Bu diskretdir, kəsilə bilər. Hal-hazırda işıq getsə mənim internetim dayanacaq, düzdürmü? Və Dərs yarıda kəsiləcək. Hal-hazırda kompüterimin zaryadkası qurtarsa dərs yarıda kəsiləcək, düzdürmü? Və kəsilmə və ehtimalı var. Saniyəsində bax, deməyəcəm, uşaqlar, işıq keçdi. Sağ olun, birazdan keçərik. Elə bir şeyimiz olmayacaq. Diski kəsiləcək. Bu artıq kəsiləndir, rəqəmsaldır. Rəqəmsal kompüterin içərisində olandır. Yaxşı, kəsilməz nədir? Əyani keçilən dərs. Məsələn, əyani dərs keçirəm sənə, gəlmisən, otaqdasan, əyani dərs keçirəm. İşıq keçdi. Mən donub qalmayacağam ki. Davam eləyəcəm də danışmağa, düzdür? Bu artıq kəsilməzdir, analoq informasiyadır. Aydın oldu, hələ qaranlıq bir şey qalmadı. xeyr. Gəl indi sizdən sual cavablı bir formada. Bircə saniyə.